Ahıska türkləri Cənubi Qafqazın tarixi etnik mənzərəsində xüsusi yer tutan türk xalqlarından biridir. Onların tarixi Gürcüstanın cənub-qərbində Türkiyə ilə sərhəddə yerləşən Ahıska bölgəsi ilə birbaşa bağlıdır. Bu ərazi tarix boyu Qafqaz, Anadolu və Yaxın Şərq arasında strateji keçid zonası olmuş, müxtəlif dövlətlərin maraq dairəsində yer almışdı. Ahıska bölgəsinin bu geosiyasi mövqeyi burada yaşayan əhalinin tarixi taleyinə də birbaşa təsir göstərmişdi. Tarixi mənbələrə görə 16-cı əsrin ikinci yarısında 1578-ci ildə Osmanlı İmperiyasının Qafqaz yürüşləri nəticəsində Ahıska bölgəsi Osmanlı dövlətinin tərkibinə qatılmış və burada Ahıska paşalığı yaradılmışdı. Osmanlı idarəçiliyi dövründə bölgədə İslam dini möhkəmlənmiş, türk dili inzibati və gündəlik həyatın əsas ünsiyyət vasitəsinə çevrilmişdi. Ahıska türkləri etnik baxımdan Oğuz türk qrupuna mənsubdur. Onların danışdığı Ahıska türkçəsi dilçilik baxımından Azərbaycan türkçəsi və Anadolu türkçəsi ilə eyni dil ailəsinə daxildir. Bu fakt həm dilçilik tədqiqatlarında, həm də şifahi xalq yaradıcılığı nümunələrində açıq şəkildə müşahidə olunur. Dini baxımdan Ahıska türkləri müsəlmandır. İslam dini onların sosial həyatında, ailə münasibətlərində və adət-ənənələrində mühüm rol oynamışdı. 1828-1829-cu illər Rusiya-Osmanlı müharibəsi Ahıska bölgəsinin tarixində dönüş nöqtəsi olmuşdu. Müharibədən sonra imzalanan Ədirnə müqaviləsinə əsasən Ahıska və ətraf ərazilər Çar Rusiyasının tərkibinə qatılmışdı. Rusiyanın bölgəni işğal etməsi ilə etnik və demoqrafik siyasət dəyişmiş, müsəlman türk əhalisi müxtəlif təzyiqlərlə üzləşmişdi. Buna baxmayaraq Ahıska türkləri 19-cu əsr və 20-ci əsrin əvvəllərində öz torpaqlarında yaşamağa davam etmiş, kənd təsərrüfatı, maldarlıq və sənətkarlıqla məşğul olmuşlar. 20-ci əsrin ortalarında isə Ahıska türklərinin tarixində ən faciəli hadisə baş vermişdi. 1944-cü ildə Sovet İttifaqı rəhbərliyi tərəfindən Ahıska türklərinin kütləvi sürgünü həyata keçirilmişdi. Rəsmi Sovet sənədlərində bu sürgün sərhəd bölgəsində yaşayan etibarsız əhalinin köçürülməsi kimi əsaslandırılsa da, sonrakı tədqiqatlar bu qərarın siyasi və etnik xarakter daşıdığını göstərmişdi. Cəmi bir neçə gün ərzində 10 minlərlə Ahıska türkü heç bir məhkəmə qərarı olmadan evlərindən çıxarılmış, malqara vaqonlarına doldurularaq Orta Asiyaya sürgün edilmişdi. Sürgün prosesi son dərəcə ağır şəraitdə həyata keçirilmişdi. Yol boyunca qida, tibbi yardım və isitmə vasitələrinin olmaması minlərlə insanın həyatına son qoymuşdu. Tarixçilərin hesablamalarına görə sürgün zamanı Ahıska türk əhalisinin əhəmiyyətli bir hissəsi həlak olmuşdu. Sağ qalanlar əsasən Özbəkistan, Qazaxıstan və Qırğızistan ərazilərində məskunlaşdırılmış, uzun illər xüsusi köçkün statusunda yaşamışlar. Onlara sərbəst hərəkət etmək, doğma torpaqlarına qayıtmaq qadağan edilmişdi. Sovet İttifaqının digər sürgün olmuş xalqlarından fərqli olaraq Ahıska türklərinə 1956-cı ildən sonra belə tarixi vətənlərinə qayıtmaq hüququ verilməmişdi. Bu fakt onların hüquqi və siyasi baxımdan ən çox zərər çəkən xalqlardan biri olduğunu göstərir. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisində baş verən etnik qarşıdurmalar Ahıska türklərinin həyatında növbəti faciəyə səbəb olmuşdu. Bu hadisələr nəticəsində minlərlə Ahıska türkü yenidən evlərini tərk etməyə məcbur olmuş, Rusiya, Azərbaycan, Qazaxıstan, Ukrayna və digər ölkələrə səpələnmişdi. Müasir dövrdə Ahıska türkləri diaspor xalqı kimi dünyanın müxtəlif ölkələrində yaşayırlar. Türkiyə və Azərbaycan Ahıska türklərinin ən çox məskunlaşdığı ölkələrdəndir. Bugün Ahıska türklərinin əsas problemlərindən biri tarixi vətənlərinə qayıdış məsələsidir. Gürcüstan dövləti beynəlxalq təşkilatlar qarşısında müəyyən öhdəliklər götürsə də, repatriasiya prosesi məhdud və ləng şəkildə həyata keçirilir. Bir çox tədqiqatçı bu məsələnin hələ də tam ədalətli həllini tapmadığını qeyd edir. Ahıska türklərinin tarixi, bir xalqın zorla yurdundan qoparılmasının, sürgün və didərginliklərinə baxmayaraq kimliyini qorumaq uğrunda apardığı mübarizənin nümunəsidir. Bu tarix təkcə Ahıska türklərinin deyil, 20-ci əsrin insan hüquqlarının pozuntularının acı simvollarından biri kimi yadda qalır. Dünya Ahıska türkləri Birliyi, Ahıska türklərinin qlobal səviyyədə təşkilatlanması və hüquqlarının müdafiəsində əsas rol oynayır.
Uzun illərdir bu qurumun rəhbərliyi altında Ahəska Türk diaspor icmaları birləşdirilir, problemləri beynəlxalq səviyyədə təqdim olunur və gələcək nəsillərin milli kimliyini qoruyur. Ziyəddin Qasanov bu təşkilatın rəhbəri kimi Ahəska türklərinin beynəlxalq təmsilçiliyini təmin edən əsas şəxsdir. O diaspor icmalarını birləşdirir, onların hüquqlarını müdafiə edir və diplomatik səviyyədə uğurları üçün çalışır. Qasanovun təşəbbüsü ilə Türkiyə, Azərbaycan və digər ölkələrin dövlət rəsmiləri ilə görüşlər keçirilib. Ahəska türklərinin hüquqları, geri dönüş və sosial dəstək məsələləri müzakirə olunub. Bununla yanaşı Qasanov və Datub sosial və humanitar layihələr həyata keçirir. Geri dönüş istəyən ailələrə maddi və hüquqi dəstək göstərilir. Milli irsin qorunması üçün mədəni tədbirlər, sürgün xatirələrinin yaşadılması və gənclər üçün təhsil proqramları təşkil olunur. Ahəska türkləri tarixin çətinliklərinə baxmayaraq birliyini qoruyur, mədəni irsini və dilini yaşadır. Eyni zamanda gələcək nəsillər üçün hüquqlarını və kimliyini müdafiə etməyə davam edir.